Gözlerinde açılır bu milletin seheri, senin adınla bağlı bu halkın her zaferi. Qədemin değen yerde sehralarda gül açır, Gülistana çevrilir yurdun kendi şehri. Güneş doğur elə bir harda çekilir adım. Ulu Önder Heydər Əliyev müasir Azərbaycanımızın qurucusu oldu. SSR döneminden indiyə qədər görürsünüz ki, ölkədə nə qədər idmanın inkişafında böyük xidmətləri var. Bugün Ulu Önderimiz olmasa da onun ruhu her zaman bizimlədir. Bugün her bir insan fəxr eləməlidir ki, onun yaxasından mən həmişə fəxr etmişəm. Bugün də fəxr edirəm ki, mən Azərbaycanlıyam sözləri ilə bu medallar asılır. Biz hamımız bu işe kömək etsək, idmanın inkişafına şərait yaratsaq və idmanı kütləvi etsək və bütün insanlar üçün beden terbiyesini mütləq onun hayatının bir hissəsi kimi etsək, biz xalqımızın fiziki sağlamlığını, mənəvi sağlamlığını təmin edəcəyik.